Tarix narası pis deyil, qoy getsin 3-cü qrupa. Falan sahədə yaxşı pul var. Gedə hüquq 3-cü qrupda ən belə blatnoy necə deyirlər, ixtisasdır. Bir səhvdə ümumi trendlərə görə seçim eləməkdir. 3-5 manat qazana bilərsən həvəzi dolandırmaq üçün, amma həyatından məmnun qalmayacaqsan. İxtisasa yönəltmək özü bir absurd, nə bilim, qəbul olunmaz bir şeydir təbii ki. Nizamı, disiplini yüksək, zəkası çox da yüksək olmayan. Mən Elçin Həsən, ixtisaslaşma üzrə konsultant, düşərgə təşkilatçısı və yazar, belə ifadə edərdim. Fəaliyyətim fərqli istiqamətlərdə, fərqli işlər, tərz olaraq işlərdədir. Amma bunları hamısını birləşdirəndə özümə nə deyə bilərəm düşünüb adamşünas. Instagramda da adımı belə qoymuşam. Abituriyentlərə dəstək verməyə necə başladınız? Bu istək sizdə necə yarandı? Özümün adekvat olmayan seçimim, sonra artıq yenə təhsilə, psixologiya, müəyyən fəlsəfi mövzular falan məni çəkdi bu tərəfə gəlməyim və burada nə edə bilərəm deyəndə yenə də öz şəxsiyyət tipimə uyğun bir gedişat oldu da orada. Yönəldim artıq təhsildə psixologiya, təhsil sosiologiyası, təhsil fəlsəfəsi falan. Bu mövzularla belə özümü belə deyək burada tapdım bu işlərdə. Neçə ildir abituriyentlərlə işləyirsiniz? Bu müddətdə ixtisas seçimində ən çox təkrarlanan səhv nədir? Biraz oturub bu sualın üzərində düşünsəm çoxlu səhvlər ifadə eləyərəm belə məqamları xatırladıqca, amma yadımda qalanlardan məsələn biri fənlərə görə ixtisas seçimi. Falan kəs məsələn tarix narası pis deyil, qoy getsin 3-cü qrupa. 3-cü qrupda nə etsin tutalım, hüquqa getsin. Heç hüquq anlayışı da yoxdur adamın, hüquq haqqında heç nə bilmir, heç bir təsəvvür yoxdur. Hüquqda hansı iş tərzləri var, hansı istiqamətlər var, nə öyrənəcəm, nə oxuyacam, ümumiyyətlə niyə hüquq? Sadəcə hüquq 3-cü qrupda ən belə blatnoy necə deyirlər, ixtisasdır. Tarixdə pis deyirəmsə gedim hüquqa. Belə bir əlaqəsiz bir əlaqələndirmə deyək, baş verir və gedir. Heç tarixi də araşdırsan görsən ki, sadəcə əzbəri yaxşı olduğuna görə, məktəb tarixi də əzbər üzərində olduğuna görə tarix xoşdur gedir. Yəni burada detallar çoxdur. Hər fən maraqlarının psixologiyasına çox girsəm çox uzun olar. Bir səhvdə ümumi trendlərə görə seçim eləməkdir. Falan peşədə, falan işdə, falan sahədə yaxşı pul var. Gedə düşünmür ki, xüsusilə də daxili motivasiyasını yaşayan insanlar ki var. Bu hər kəsə aid deyil də. Kimlərsə trendlərə görə davrana bilər, normaldır, amma insanların ən azı yarısı öz daxili motivasiyasına önəm verir. O bir yerdə başa düşür ki, hə yox, bu nədir? Mən buna ixtisas gəlmişəm. Nə qədər o ixtisas trend olur olsun, tutaq ki, kompüter mühəndisi. Sən özün təbiətcə kompüter mühəndisliyinə uyğun deyilsənsə, sən orada zaten uğurlu olmayacaqsan. 3-5 manat qazana bilərsən həvəzi dolandırmaq üçün, amma həyatından məmnun qalmayacaqsan. Bu əsas səhvlərdən biridir, yəni trendlərə görə ixtisas seçim. Ümumi olaraq belə deyim də, 3 şeyi tanıyın deyirəm həmişə abituriyentlərə. Özünü tanımaq, qayıdırıq həmin o şəxsiyyət tipləri mövzusuna. İllah da tipaj olaraq da tanımağın ola bilər. Hər kəsə belə deyə, hər kəs onunla tanış olmur ki, o modellərlə falan özünü bir kəşf eləsin. Amma bir soruş da, mən nəyəm, kiməm, nə istəyirəm, hansı tərz işlər mənə maraqlı gəlir, düşünəndə iş tərzlərini və araşdırmaq üçün ən böyük vasitə də bu dəqiqə süni intellekt kanallarıdır, yəni chatlarıdır. GPT-dir, Gemini-dir. Yəni çox rahatlıqla sənə davamlı coaching edə bilər. Bundan istifadə eləmirlər və məlumatlanmırlar da belə deyək. İxtisasları tanımalıdırlar. İxtisaslara gedirik, düşünürük, görək bu ixtisas nədir? Ən azından girək yaxşı universitetlərin birinin saytına, xarici də ola bilər, yerli universitetlərdən də məsələn Ada Universitetinin saytı pis deyil, hərçənd orada az ixtisas var. Girib məsələn baxaq görək ümumiyyətlə bu ixtisasda biz nə oxuyacağıq? Heç girib saytdan da baxmasaq, yenə də süni intellektdən soruşsaq bizə deyəcək ki, təqribən sən falan ixtisas üzrə hansı fənlərdən dərs alacaqsan. Görək o fənlər bizdə yaratdığı təəssürat nə qədər bizə maraqlıdır. Onu oxumaq istəyirik yoxsa yox. Heç olmasa universitetdə o ixtisasın proqramının 70% ən azından sənə maraqlı gəlməlidir ki, deyəsən ki, hə bu ixtisası oxumağa dəyər. Bir də karyera dünyasını ayrıca bilməlidir. Yəni özünü tanıma başqadır, ixtisasların təhsil yönündən tanıma başqadır. İş dünyasında məlumatlı olmaq, aydınlanmaq başqa şeydir. Yəni biz elə bilirik ki, ixtisas qrupları ilə iş dünyası tam bir-birinə belə mütənasib şeylərdir. Bitirdin elə onunla da gedirsən, hansısa bir iş tapıb işləyirsən. Hərçənd ki, statistikaya görə arası 4 nəfərdən 3-ü 75% insan öz bakalavr ixtisasına görə işləmir. Ən azı o işdən başlamır. Bəziləri sonra qayıdır özünə uyğun işləyir, amma əksəriyyəti hələ də başqa ixtisaslara yönəlir. Özünü tanıma, ixtisasları tanıma və iş dünyasını tanıma. Bu üçü haqqında mümkün qədər məlumatlan. Biraz bu başlarını testdən qaldırıb bu şeylərə vaxt ayırmalıdır. Valideyn təzyiqi ilə ixtisas seçən gənclərə nə məsləhət görürsünüz? Valideyn təzyiqi hiss eləyəndə konsultasiyanın ən az yarıdan çoxu valideynlə olur. Uşaq gəlir konsultasiyaya, amma birgə söhbət daha çox çəkir də. Bir yerdə üçümüz ya dördümüz müzakirə edirik. Təbii ki, uşağın yanında valideyni alçaltmamaq şərti ilə, yəni sözümü onlara anlatıram ki, belə olmaz. Sonra təbii ki, qıraqda valideyn bir müddət gözləyir mən uşaqla tək danışanda. Orada da valideynə biraz daha açıq, net öz sözümü deyirəm ki, yəni belə olmaz. Ümumiyyətlə bu, yəni 2026-cı ildə təzyiqlə ixtisas seçdirmək
ixtisasa yönəltmək özü bir absurd, nə bilim, qəbul olunmaz bir şeydir təbii ki. Uşaqlara da biraz elə valideyn uşaq birgə müzakirə edəndə orada uşaq özü də belə biraz sevinc yaşayır, gözləri bərəlir. Gördüyüm bəzən belə şeylər olur. Gördüyüm bax mən görsən uşağın seçimlərinə dəstək olaraq müəyyən əsaslandırmalar qoyuram ortaya ki, bax budur, əslində düzgün düşünür, sağlam fikirdir, niyə də yox, o da ola bilər, bu da ola bilər falan. Ona görə deyirəm də əksər hallarda uşaqlar demək olar qulaqlarına tutub gətirirlər ki, falan kəsəndə sən də söhbət eləyirlər. Çoxsuna dilləşib psixoloq falan da istəmirlər də şeylər. Tam tərsinə dönür də şəkil çəkdirib gedirlər ki, Instagramımızı alıb götürürlər. Əksər hallarda uşağın tərəfindəyəm də belə. Valideynlərdə problem çoxdur. Uşaqda problem olsa da belə biz uşağı qınayamırıq da. Çünki uşaqdır. Yəni yeniyetmədir falan amma valideyn yetkin bir insandır. O bəzən elə sərt səhvlər, elə yanlışlıqlar eləyir ki, onu qınamamaq olmur. Sizin və valideynin ixtisas seçimindəki fikri üst-üstə düşür. Lakin uşaq sizdən fərqli düşünür. Bu halda nə edə bilərsiniz? Valideynlə mənim fikrim üst-üstə düşür, uşaq qəbul eləmir. Olur belə hallar, olur. Az olmur hətta. Dünən olub belə. Qız idi məsələn, futbola getmək istəyir. Futbolla məşğul olur, professional futbolçu olmaq istəyir. Tamamilə imkan yaradıram, özünü əsaslandırsın. Mən onun tipajına, vəziyyətinə, ölkədəki vəziyyətə, ən qədər orada faktorları nəzərə alıb uyğun variantları müzakirə edirəm. Yenə də özü dində qalırsa, eşitməyə çalışırıq. Görək nə deyir, yəni bu tamam biz də bu fikirdəyik, valideyndə uşaq deyil belə. Mümkün qədər əsaslandırmağı bacarırsa ki, bax buna görə. İstər duyğusal səbəbdən olsun, istər hansısa konkret data üzərindən yanaşma olsun. Hər bir halda qərarı yeniyetmə özü verir. O qədər evdə təzyiq yoxdursa onun yerinə qərar verilməyə. Özü verəcək. O əsaslandırarsa, mən də yenə əks arqumentlərimi gətirərəmsə, razılaşırlar məndən adətən. Heç razılaşmadıqları durumu xatırlamıram açığı. Yenə də mümkün qədər imkan yaradırıq özlərini əsaslandırıb danışsınlar. Axırda da ola bilər deyək ki, tamam əslində bir variant kimi sənin də variantı düşünmək olar. Mən onsuz da orada belə insana bir şey demirəm də, budur vəssalam get bundan yapış axıra qədər get. Bütün variantları müzakirə edirik. Uzaqbaş o variantda alternativ bir kimi ortaya atırıq. Gedib sonra yenə də götür qoy eləsin, düşünsün, araşdırsın, qərar versin. İxtisas seçimi stressi ilə necə mübarizə aparmaq olar? Stres bir çox səbəblərdən ola bilər də. Bəzən evin baskısı olur. Tez bir şey seçməlisən. Yox 8-ə bəzən keçir. Bəzi hətta özəl məktəblər 8-ci sinifdən orientasiya başlayır. Bu düzgün deyil. 8-ci sinif, hətta bəzi ölkələrdə 9-da bütöv holistik təhsil olmalıdır. Sonradan yavaş-yavaş orientasiya müəyyən olmalıdır. 7-ni qurtarır uşağı məcbur eləş yox, ixtisas seç özü, qrup seç, istiqamət seç falan. Bu zaten təhsil sistemində də bu maariflənmə yox, bayaq dediyimiz kimi. Ölkədə ümumiyyətlə bununla bağlı bir şey yox. Psixoloji yönləri anlatan yox. Yəni nə bilsin neynəsə. Fənlərinin də mahiyyətini anlamayıb heç hara niyə gedir. Tərəddüdlər cürbəcür orada. Yəni bilinçsiz tərəddüd var. Heç bir ixtisas haqqında doğru-dürüst təsəvvürün yoxdur və bilmirsən ki, neynəyəsən. Bir də var bilinçli tərəddüd. Mənim işim odur ki, mən demək olar ki, harasa bilinçsiz tərəddüdü bilinçli tərəddüdə keçirdirəm. Uşaq ola bilər gəlir 2 ixtisas variantı ilə, mən onu göndərirəm 4 ixtisas variantı. O gəlir 2-ni 1 eləsin, mən 2-ni 4 elib göndərirəm. Amma fərq budur ki, mən deyirəm ki, bundan sənə gərginlik keçirtmə də. Yəni bu da stresli bir şey yoxdur. Bax, bayaq da həmin şeyi demişəm. Qabağına menyu qoyublar, yemək menüsü. 50 dənə yemək var, onunu bəyəndin. Deyirsən ki, bu onu gedər. Onun da yeyə bilərsən, yox. Bir qarın yemək yeyəcəksən də, bir dənəsini seçirsən, yeyirsən. Yeyəndə fikrin qalmır da adətən olursa, ayda mən onu yeyərdim falan. Ola bilər çox belə dağınıqsan, yedin nəsə bəyənmədin, amma yəni faktiki olaraq hamısı yuxarı aşağı eyni səviyyədə bəyənəcəyin bir yeməkdirsə, birini yeyib doyacaqsan, fikrin qalmayacaq da o bilər. İxtisasda da həmin şeydir. Bir insana bir dənə belə ən qızıl belə uyğun bir ixtisas var deyə bir şey yox. Hər insana 50 istiqamətdə ən azı 10 uyğundur, 20-si uyğundur. Onların arasında ən uyğunları ola bilər. Yenə də rahat bir 5 dənə bir-birindən fərqli ixtisasdan danışmaq olar. Bunu qoyuruq ortaya. Sonra gerisi artıq uşağın özlərinə düşür, valideyn üzərinə düşür. Araşdırma eləməlidir yenə də ChatGPT ilə, Gemini ilə falan, süni intellektlə, YouTube-la falan. Özünü artıq təsəvvür eləməyə başlamalıdır həmin o uyğun variantlarda. Məsələ burada nədir? Uyğun variantları ortaya qoymaq. Burada gərginliyi artıq itir də. Yəni sualınıza cavab olaraq bilinç yaranandan sonra ki, mən hansı ixtisaslar arasında niyə tərəddüddəyəm? Çünki hərəsi bir yöndən mənə uyğundur. Gərginliyi itir və gedir rahat bir şəkildə araşdırır, seçimini edir. Heç bir gərginliyə ehtiyac da qalmır. Səhv ixtisas seçdim deyə düşünən tələbə nə etməlidir? Gecdirmi? O da baxır ki, onun dəyişmə imkanlarına, evdəki münasibətlərinə, ailəsinin bunu necə qarşılayacağına, özünün buna nə qədər hazır olduğuna ixtisası dəyişməklə bağlı. Olduğu ixtisası necə dəyərləndirə bilərəm sualını verərmi, versin. Bəlkə elə bunu bitirib sonra maraqlı bir shift deyib sonrasa qarışdıra bilərəm, bir dəyişiklik edib belə. Ssenariyolar çoxdur da orada. Narahat olmağa dəyməz. Yenə də seçimdə özü günahkar deyilsə, xüsusilə yəni günahkar deyilsə, yəni yenə onu maarifləndirən olmayıbsa, düzgün təsəvvürü olmayıbsa, həm hansısa səbəbdən bağına görə gedib təsadüfi düşdüyü ixtisasa düşübsə, sevmirsə, mümkün qədər dəyişməyə cəhd eləsin. Alınmırsa da yola verib oxuyub bitirsin, sonra yavaş-yavaş istiqamətini dəyişsin. Yəni qısa olaraq belə deyərdim. Balı yüksək olan,
Amma nə istədiyini bilməyən abituriyentə nə deyirsiniz? Elə uşaqlardan biri elə bu gün gəlmişdi, 2 saat bundan qabaq. Tez olur. Ən çox kimlərdə olur belə hal? Nizamı, disiplini yüksək, zəkası çox da yüksək olmayan, bəzən hətta ciddi mənada zəka geriliyi olan uşaqlar olur. Fəlsəfi zəkadan söhbət gedir də. IQ da ola bilər, ümumiyyətlə biraz işin fəlsəfi tərəfində də ola bilər. Yəni mahiyyətə yönəlməyən insanlar, həyatı düşünməyən uşaqlar, tiplər. Bunlar tipajla bağlıdır. Yəni şəxsiyyət tipi ilə bir mənalı əlaqəlidir. Nizam intizamı var deyə və onun başqa həyat haqqında düşüncələri yoxdur deyənə dərslər olmayacağı halda başqa bir marağı da olmayacaq da bu uşaq. Ona görə o bir robotik, bir mexaniki bir həyat tərzi yaşayır adətən. Oturub dərs eləməkdən başqa, məktəbə gedib, hazırlığa gedib dərs eləməkdən başqa həyat tərzi düşünə bilmir özünə. Və nəticədə avtomatik olaraq yüksək nəticə göstərə bilir 50% hallarda. 50% qavrama problemləri olur deyənə biraz həvəssizliyi çoxalır və bir müddət sonra başını buraxırlar belə deyə oxumağınızdan, amma biraz daha dirənənlər, biraz valideyn nəzarəti ilə, biraz özünün nizamı ilə, biraz qızlarda xüsusilə qızlara məsələn yayınma faktorları azdır, çox da belə yayınmırlar deyənə oturub oxuyub yüksək nəticə verirlər və mən bu uşaqlara başa salıram ki, bax bugünkü uşağıdır. Uşaq 253 bal yığıb, kifayət qədər də zəkası geridir, yəni IQ zəifdir. Riyazi məntiqi var, IQ-su zəif bəlkə demək olmaz, amma həyat anlayışı yoxdur. Mizacında var deyənə bu tərzi. Bu həmişə də belə olacaq da, çox dəyişməyəcək. Mən baş salıram ki, valideynəm, 253 bunun üçün yaxşıdır. Zaten akademik yönümlü deyil. Təsəvvür edin ki, uşaq 200, hətta mən bunu 280-də də görmüşəm də. Yəni buraxılışdan 280 yığmış uşağın heç bir fəndə marağı yox. Bu normal bir durum deyil də. Yəni normal deyəndə rastlana bilən şeydir. Amma biz təhsilin mahiyyətindən danışırıqsa, bu baxımdan normal bir şey deyil. Yəni sən heç bir fəndə marağın yoxdursa, bu qədər yüksək bal yığırsansa, deməli problem var da. Yəni özünü araşdır gör, nə etməksən, niyə yığırsan bütün bu balları, niyə etsən bu balı mürəbbə ilə balla nə edəcəksən? Onları trendlərə uyğun istiqamətləndirməkdən başqa bir yol qalmır. Deyirsən ki, ya tamam da. Onlar zaten başınız necə insanlardır? Əsasən iki tipaj olur belə. Bəzi başqa tipajda da bu tərz ola bilər, amma əsasən təchizatçı və müdafiəçi adlanan tiplərdir. Hərf kodları ilə ISTJ bir də ISFJ-lər. Onlar zaten ümumi trendlərlə yaşaya biləcək insanlardır. Deyirsən ki, inşaat müəyyən qədər konstruksiyada marağı varsa gedir. Və yaxud məsələn passiv oturaq, çox da belə baş işlətməyəcəyi bir iş axtarırsa mühasibatlıq. Riyazi ikinci qrup ixtisaslar arasında ən belə stabil, çox da ağır olmayan bir peşədir. Oturub sakit başla, işi görüb maaş alacaqsan 9-6 kompüter bağlayıb gedəsən ya da evdə sərbəst. Hər bir halda onlara deyirəm ki, öz xarakterində yoxdursa da belə özünü tanıma, bilmək, nə istədiyi bilmək, müəyyən qədər artıra bir arada bilərsən. İnsan zaten hansısa bir parametrə çox aşırı səviyyədə müşahidə olunursa hansısa parametr, onu biraz tənzimləməlidir. Tamam, sən demirəm get bütün günü fəlsəfi fikirlərlə yaşa, amma müəyyən qədər özünü bir sorğula. Mən burada niyə varam, nə edirəm, nə istəyirəm, nə etmək. Heç olmasa görmək istədiyin iş tərzini müəyyən elə, ona uyğun bir ixtisas seç. Yoxsa ki, uyğunluqlar qalsa bütün stabil və monoton işlər məsələn elə uşaqlara uyğundur. O da fərqlidir. Həkimlik də stabil və monoton işləyir. Akademik yolu çətindir. Mühasibatlıq da adi bir neft-qaz mühəndisliyi də, yəni neft mühəndisinin də işi monotondur. Çox da belə yaradıcılıq yoxdur. İxtisas seçimi mərhələsində olan abituriyentlərə son olaraq nə demək istərdiniz? Özlərini tanısınlar. Nəyi niyə istədiklərini, yəni söhbət nə istəyirəm məsələsi deyil də. Nəyi niyə istədiklərini də bilsinlər. Bu motivasiya məndə, bu həvəs məndə kənardan yaranıb, yoxsa öz daxili motivasiyamdır, yoxsa hər ikisi birləşib. Hər ikisi birləşirsə daha gözəldir. İçində də var, kənardan da kimsə sənə nəsə hansısa bir şey müşahidə eləmirsən, bir uğurlu insanı falan, səndə daha da həvəs yaranırsa lap yaxşı. Özünü tanımaq, yəni nəyi, niyə istədiyini anlamaq. İxtisaslar haqqında mümkün qədər geniş məlumat toplamaq çox sadədir, çox asandır. YouTube var, süni intellekt var. İş dünyası haqqında kifayət qədər məlumatlanmaq mümkündür. Yəni onlayn platformalar var, ingiliscə, Azərbaycanca. Mənim Instagram səhifəm var, 2x Akademiya var. Yəni bu gün maariflənmək çox asandır, məlumatlanmaq çox asandır. Dəyərli vaxt keçirsinlər. Vaxtlarını dəyərli keçirsin. Mən həmişə deyirəm, mənim üçün məni həmişə valideynə deyirəm ki, bax, məni bu narahat eləyir, mən istəyirəm səni də bu narahat eləsin. Nə narahat eləsin? Uşağın tutalım yuxarı siniflərdədir, 8-də, 9-da, 10-da. Səni narahat eləməlidir ki, bu uşaq hələ qoyaq qırağı universitet dönəmli. Universitetə qədər seçimə qədər nə ilə məşğul olsun ki, bu onu inkişaf elətdirsin. Həqiqətən bu test hazırlıqları onu inkişaf elətdirir. Bəzən ola bilər, bəli, elə insanlar var ki, məsələn, riyaziyyatda da yuxarı aşağı oxuyursan, nəsə öyrənirsən, analitik zəkan da müəyyən qədər inkişaf eləyir. Test olsa da nələrsə öyrənirsən, riyazi kafan biraz da möhkəmlənir. Amma ümumi olaraq test sistemi indi ondan çox danışmayaq, dağıdıcıdır. Valideyni düşündürməlidir ki, bu məşğuliyyətlər mənim uşağımın cəlb olunduğu hazırlıqdırmı, məşqdirmi, idmandırmı, incəsənətdirmi, proyektdir, hansısa bir layihədirmi? Bu şeylər əslində də, yəni saydığım şeylər dəyərli şeylərdir və inkişafa səbəb olur. Çox təəssüf ki, bizim yəni qəbul sistemində heç bir individual yaradıcılıq, heç bir nə olimpiyada, Allahın olimpiyadası belə demək olar ki, heç bir şey yaramır. O zaman baş birinci yer tutanda səni qəbul edirlər falan. Yəni hansısa başqa beynəlxalq olimpiyadalar, portfolio anlayışımız yoxdur da bizim qəbul sistemində. Mənim bu ölkədə ən çox narazı olduğum qurum Dövlət İmtahan Mərkəzidir və əsas həyati missiyam onunla belə deyək, onun fəaliyyətini islahata sövq eləmək. Ləğv olunsa da belə sevinərəm də, çox açıq deyil. Alternativ olmalıdır, başqa şeylər düşünməliyik və bu istiqamətdə valideyn düşünməlidir ki, mənim uşağım nə etsin ki, o
uşaq özü, valideyndən də əlavə, daha öncə abituriyent özü düşünməlidir ki, mən neyniyim ki, vaxtım dəyərli keçmiş olsun. Bunu tövsiyə edirəm. Özünü, ixtisasları və karyera dünyasını tanımaq və dəyərli vaxt keçirmək. Sizi təqdir edirəm həqiqətən. Gözəl iş görürsüz. Universitetlər haqqında feedbacklər çox gözəldir. Mən də istəyərdim bu yöndə müəyyən işlər görüm və artıq siz bunu görürsüz, mənim görməyimə düşünməyimə ehtiyac da qalmır. Burada biz belə deyək, güclərimizi birləşdirmiş ola bilirik. İzləyirəm, bəyənirəm fəaliyyətinizi. Maraqlıdır, faydalıdır, əladır. Belə də davam eləyin deyərdim.